baha görmüsən bu gənc yaşında, 100 baha görmüsən bu gənc yaşında. Gülür bağça bağın Azərbaycanın, gülür bağça bağın Azərbaycanın. Şöhrət çələngi var sənin başında, şöhrət çələngi var sənin başında. Xoş getsin övrağın Azərbaycanın, xoş getsin övrağın Azərbaycanın. Soyuqla sərdilər dağlar boyunca, soyuqla sərdilər dağlar boyunca. Sərin sularından içdim doyunca, sərin sularından içdim doyunca. Düzlərim genişdi dağların uca, düzlərim genişdi dağların uca. Cənnətli torpağın Azərbaycanın, cənnətli torpağın Azərbaycanın. Ey mehriban vətən, ey əziz vətən, səndən 100 il yazsam yorulmaram mən. Ey mehriban vətən, ey əziz vətən, səndən 100 il yazsam yorulmaram mən. Gün o gün oldu ki, aydan günəşdən, gün o gün oldu ki, aydan günəşdən. Alındı torpağın Azərbaycanın, alındı torpağın Azərbaycanın, alındı torpağın Azərbaycanın, alındı torpağın Azərbaycanın. İzləyicilərimizi və qonaqlarımızı salamlayıram. Tural, səni şəxsən salamlayıram ona görə ki, həmişə bizim studiyamıza, əvvəlki studiyamıza yadındadırmı? Azərbaycan nəşriyyat indi təmirdədir. İndi şükürlər ki, ondan da gözəl studiyamız var, özünüz gördünüz, şahidsiniz. Sağ olsun, rejissorumuz Mür gözəl işlər çəkir, yayımlayır. İndi də siz öz şagirdlərinizlə, sazınızla, sözünüzlə qonağımızsınız. Təşəkkür edirəm. Siz hamınız bir yerdə gözəl ifa etdiniz. İndi də istəyərdim ki, tək bir ifanız olsun. Güzeller seyrangahısan, güzeller seyrangahısan. Görüm seni var ol yayla, görüm seni var ol yayla. Atılsın gülün nergizin, atılsın gülün nergizin. Təzəmürüz alır yayla, təzəmürüz alır yayla. Gözüm kaldı siyah tevde,
gözüm kaldı siyah telde, bülbül öldü meyli gülde, bülbül öldü meyli gülde. Kimsem yoktu gürbet elde, kimsem yoktu gürbet elde. Sen mene gem harol yayla, sen mene gem harol yayla. Ben seni görenden beri, ben seni görenden beri, sinem oldu gem defteri, sinem oldu gem defteri. Öldür aşık askeri, öldür aşık askeri. Özün günahkar ol yayla, özün günahkar ol yayla. Tural, istərdim ki, özün barədə biraz çıxışlar eləyəsən və bu tələbələrin barədə nə qədər tələbər var, şagirdin var, harada onlara dərs verirsən, el şənliklərinə gedirsinizmi, dərs şagirdlərinlə bir yerdə. Biraz özün barədə çıxış eləmək istəyərdim. Çox sağ olun Mələkə xanım. Söz verdiyiniz üçün təşəkkür edirəm. Bizi bu gözəl verilişə dəvət elədiyiniz üçün minnətdarlığımı bildirirəm. Bizi izləyən tamaşaçılarımızı salamlayıram. Şagirdim Raul, şagirdim Nurəli, şagirdim Asif. Maşallah hər biri istedadlı şagirdlərdir. Hər biri Nurəli şagirdim 3 ildir. Raul şagirdim 2 ildir. Asif yeni şagirddir, 2 aydır. Uğurlar arzulayıram. Hər birinə uğurlar arzulayıram. Gözəl də qəbul ediblər, sağ olsun. Maşallah olsun. Çox gözəl istedadlı şagirdlərdir. Valideynlərinə buradan salamlarımı çatdırıram və təşəkkürümü bildirirəm ki, bu gözəl sənətə yönləndiriblər. Hər birinə salamlarımı çatdırıram. Bir daha təşəkkür edirəm. Rejissorumuza təşəkkürümü bildirirəm. Əziyyətimizi çəkir, var olasınız. Bəli, ITV kanalı həmişə sizi kimi gəncləri, belə yeniyetmələri arayır, axtarır, tapır. Onların sazını, sözünü qəbul edir, çəkir, yayır izləyicilərimizə. Göstərməklə fəxr eləyir, qürur duyur, qürur hissi keçirdir. Elə mən özüm də fəxr eləyirəm sizlərlə, bütün yeniyetmə gənclərlə. Bizim ITV kanalı həmişə gənclərin qulluğundadır, sizi kimi gənclər. Çox sağ olun, təşəkkür edirəm, minnətdarlığımı bildirirəm. Mən özüm də ustadım Aşıq İlham Aslanbəylini buradan salamlayıram və mənə öyrətdiyi ixtisas müəllimim, sazı ilk tutmağı öyrədən Zamiq müəllim, sizi buradan salamlayıram. Hər birinizə təşəkkürümü bildirirəm. Var olasınız ki, sizlərin sayəsində mən də qabağa gedirəm. Bəli, Yasamal rayonu Şərifzadə Mədəniyyət Mərkəzində, Abbas Mirzə Şərifzadə Mədəniyyət Mərkəzində dərs deyirəm, şagirdlərimi orada dərs deyirəm. Toylara da gedirik, tədbirlərə də gedirik, verilişlərə də gedirik. Çox sağ olun ki, təşəkkür edirəm ki, sizlər də bizlərə, gənclərə dəstək olursunuz hər zaman. Minnətdarlığımı bildirirəm. Tural, gözəl salamlar göndərdin müəlliminə, həkimə. Mənim də salamım var. İcazənizlə istərdim ki, bir təşəkkürüm var. Mən bu yaxında dişlərimdən çox əziyyət çəkirdim. Respublika Klinik Xəstəxanasının üst çənə cərrahı, diş həkimi, Nofəl həkimə yanaşdım, öz dərdimi dedim. O məni rentgeni göndərdi və müayinədən sonra öz işini mənim dişlərim üzərində bitirdikdən sonra mənə diş düzəltməyi yönəltdi. Deməli, Qaragözova tibb mərkəzinə. Orada mən getdim, gözəl həkimlər var. Getdim, deməli, Səid həkimin yanına, ona Qəmbər həkimin yanına.
Ona görə mən istəyərdim ki, mən çox razı qaldım da bu işlərdən, gözəl işlər düzəltdilər mənə. Çox razı qaldım. Mən ürəyimdə gəzdirəm ki, onlara bir təşəkkür edeyim. Buradan mən Qaragözova klinikasının rəhbərliyinə, eləcə də bütün kollektivinə və o cümlədən Nofəl bəyə, həkimimiz hər iki Səid həkimlərə, ondan sonra Qəmbər həkimə öz dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm ki, mənə belə gözəl dişlər düzəltdilər. Nurali balamız istərdim ki, özü barədə bir iki kəlmə desin. Sağ olun, rəhmətiniz. Bizi bu verişə dəvət etdiyiniz üçün təşəkkürümü bildirirəm. Buradan valideynlərə, uzun ilgili can sağlığı arasında Turan müəllim həmişə bizdən öyrətmələri çox sağ olun. İstərdim ki, Nurali balamızdan bir yaxşı bir ifa alıq. Səni düzdür çoxdan tanıyıram. Sən də belə uşaqlar kimi uşaq idim mən səni tanıyanda. O bir studiyamıza gələndə. Onda da hiss edirdim ki, sən sazı çox yaxşı qəbul edirsən. İndi də şükür saz müəllimsən. Sən nətər oldu ki, belə sazı ürəkdən sevdin və indi tələbələrin aşılar istəyir. Mən buradan Tovuzun Çeşməli kəndində salamlayıram. Aşıq Şöhrət Kəlbəcərini buradan salamlayıram. Aşıq Şöhrət Kəlbəcərli bizim Tovuzun Çeşməli kəndinə gəlirdi, məclislər aparırdı. Onda aşıqlar, aşıq papağı, aşıq sapovu, aşıq geyimi ilə bunlar ifa eləyirdi, mənə çox xoş gəlirdi. Qulaq asırdım bunlara. Və sonra buradan babamla nənəmi də salamlayıram. Fəxri babam, Minə nənəm. Onların sayəsində babam mənə ad günümdə dedi ki, sənə nə hədiyyə eləyim? Dedim, baba, mənə saz hədiyyə elə. Babam mənə saz hədiyyə elədi. Bu sazı mənə babam hədiyyə edib. Və Fəxri babam, buradan sənə təşəkkürümü bildirirəm ki, məni bu sənətə yönləndirmisən sən də. Yəni sənin sayəndə mən də qabağa gedirəm. Ən böyük sənin
yəni zəhmətin çox olub. Fəxri babam bu sazı mənə hədiyyə elədi. Çox sevindim. Həmin günü, yəni mənim var idi 9 yaşım. İlk yaşımdan 9 yaşımdan başlamışam. Və sazı götürdüm, sonra Zamiq müəllimi tapdıq, getdim Zamiq müəllimin yanına, Səhət Rüstəmov adına 13 saylı musiqi məktəbini bitirmişəm. Orada bizim direktorumuz, musiqi məktəbimizin direktoru Tofiq Salmanov, Tofiq müəllim sizi buradan salamlayıram. Çox sağ olsunlar. Hər dəfə də yarışmalara gedirdim və orta məktəbdə 276 nömrəli orta məktəb bitirmişəm. Buradan Bəhram Şiriyev direktorumuz idi. Bəhram müəllim sizi də salamlayıram. Şükürlər olsun. İndiyənə kimi özümü tərəfləmək kimi çıxmasın. Vallahi hara gedirdim maşallah olsun yer tuturdum. Hara gedirdim birinciliyi tuturdum. Maşallah olsun tələbələrimlə də, tələbələrimi də hətta yarışmalara qoşmuşam. Əvvəl köhnə Amin var idi, Ümid var idi, Əkbər var idi. O tələbələrimlə də getmişik, yer tutmuşuq yarışmalarda. Buradan da onları salamlayıram hər birini. Maşallah olsun, uğurları bol olsun. Və tələbələrim maşallah var. İnşallah növbəti səfər, növbəti tələbələrlə də iştirak edəcəyik Allahın köməyi ilə. Və özüm də Bakı Xoreografiya Akademiyasını bitirmişəm. Allah kömək olsun, çox sağ olun. Hal-hazırda da bu sənətdəyik, bu sənətlə də davam edirik. Hə, indi də Rauf babamız izləyicilərimizə öz tərəfindən bir neçə kəlmə desin. Bizi izləyən tamaşaçılarımızı salamlayıram. Buradan valideynlərimi salamlayıram ki, məni bu sənətə yönəldiblər. Turan müəllimə də öz təşəkkürlərimi bildirirəm ki, bizi bu tədbirlərə dəvət eləyir. Və Məleykə xanım, siz də təşəkkür eləyirəm ki, bizi bu da şeyə dəvət edirsiniz. Rauf, bəlkə səndən bir ifa alır. Tural sazının ifası hakkında bir şey deyim. Deyir, qüssədən dağlandım, oldum bir bükün. Çəkilməz bu yükü mən necə çəkim? Oğulub, qum olub sulara çökür. Su təki torpağa, opa, bilmirəm.
Deyirəm dərmansız acı dərdimə mən niyə bir çarə tapa bilmirəm? Hər işim atlanır zülümlər üstə, qəmə yapışmışam, qopa bilmirəm. Mən mələyəm, məlikəyəm, dərya təki daşıram. Susub başdan ağlım, elləri dolaşıram. O boyda etkini, dağ boyda etkini, göyçə boyda etkini tapa bilmirəm. O boyda etkini tapa bilmirəm. İstərdim ki, Qarabağımız alınır. İstərdim ki, bizim göyçəmə halımızda alınsın, önümüzə verilsin. Mən həmişə nəsə dağlardan, qəndən, torpaqdan, oradan, buradan, eldən, havadan yazıram. İstərdim ki, xoşməramlı şeirlər yazdım. Sizin sazınız ifasında göyçəmizə gedək çalasınız. İnşallah. Allah o günü qismət eləsin inşallah. Yaşaq birbirimizə, o dağlarda gözəl tədbirlər keçək. İnşallah. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizə can sağlığı, uzun ömür versin. Şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Dövlət başçımızı Allah qorusun, o bizə torpaqlarımızı aldı, verdi, gedirik, oralarda gəzirik. Şeirlər söyləyirik, saz çalırsınız, mahnı oxuyuruq. Gözəllikdir. Asif, bəlkə sən də özün haqqında bir kəlmə deyəsin. Salam, hər vaxtınız xeyir, əziz tamaşaçılar. Mələkə xanım, sizə təşəkkürümü bildirirəm ki, siz bizi bu verilişə dəvət etdiniz və müəllimim Tural Tovuzlu olmaqla da ona öz minnətdarlığımı bildirirəm. Buradan valideynlərimi salamlayıram və öz minnətdarlığımı bildirirəm ki, məni bu sənətə yazdırdılar. Bəlkə Asif balamızdan bir ifa alaq. Bilsin dosta, laf düşməndə, bilsin dosta, laf düşməndə, balasıyam bu torpağın, bu torpağın, bu torpağın. Çöl çəməndə, dağ dərədə, çöl çəməndə, dağ dərədə, balasıyam bu torpağın, bu torpağın, bu torpağın. Bal yemişəm burada yaz qış, bal yemişəm burada yaz qış, hər fəsilə min alqış, min alqış, min alqış. Bir körpə ceyran tapdamış, bir körpə ceyran tapdamış, talasıyam bu torpağın, bu torpağın, bu torpağın.
Osman kimi əsəriyəm, Osman kimi əsəriyəm, Cehdi kimi kəsəriyəm, kəsəriyəm, kəsəriyəm. Vurğun kimi hasarıyam, vurğun kimi hasarıyam, qalasıyam bu torpağın, bu torpağı, bu torpaq. Qurban şəndi hər çağımda, Qurban şəndi hər çağımda, aranında, yaylağında, 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 yaylağında. Öləndə də qucağında, öləndə də qucağında, qalasıyam bu torpağın, bu torpağı, bu torpağı. Turan'ın peki bu çıkıştan sonra Murat balamız bir daha da ifa eylesin. Buyursun. Güzel oldu onun birinci fazla. Görək bu defa ne tarafı. Asıl balamızdan bir ifa Allah.
Hər birinizi ayrı-ayrılıqda hər birinizə təşəkkür edirəm. Siz gəldiniz. Mən də ITV kanalının baş direktoru olaraq sizi çox bəyənirəm, dəstəkləyirəm. Arzum budur ki, tez-tez gələsiniz bizə. Bununla da verilişimiz sona çatır. Gələn görüşlərə.